Abranda 19 yaşlı qız toy ərəfəsində polis serjantı ilə qoşulub qaçıb. Özü də qızın yaxın günlərdə toyu olacaqmış. Aytəkin Alxaslı ailə ilə həmsöhbət olub. 24 yaşlı polis serjantı Royal Şıxveysovla 19 yaşlı həmkəntlisi Ayşə Poladovanın sevgisi uşaqlıqdan başlayıbmış. Amma qızın valideynləri onu Royala yox, Rusiyada yaşayan xalası oğluna ərə verməyə hazırlaşırmış. Qız toy olan, cehizləri ər evinə yola salınan Ayşə isə oğlan toyuna bir neçə gün qalmış, valideynlərinin qərarının əksinə çıxaraq öz sevgilisi Royala qaçmaq qərarına gəlib. Ayşənin anası qızının bu addımından narazı görünsə də, sonda ona yalnız xoşbəxtlik arzuluyor. Onu istədi, çıxdı, getdi. Mən nə deyə bilərəm? Yaşı çatıb, yaşına uyğun hərəkət edib də. Yox, barışıq olmayıb, yaşasınlar. Gedib öz həyatını yaşasın, mənimlə işi olmasın. Burası isə Royalgilin həyətidir. Ayşənin anasından fərqli olaraq Royalın anası gənclərin qərarından məmnun görünür. Artıq valideynləri onlara toy da edib və gənclərin nikahı rəsmiləşdirilib. Mənim gözüm üstə yeri var onun. Xoşbəxtlərmi? Bəlli. Olsunlar xanım, Sevdə xanım olsunlar. Yəni nişanlı qızı idi da, qız istəmədi. Nə olsun? Nə olsun? Qız sevib qaçıb, öz başına qaçmaz ki. Sevməsəydi qoşulub qaçmazdı. Sevgisi olub ki, qoşulub qaçıb. Qaldı ki, Ayşənin tərk edib gəldiyi xalası oğluna öyrəndik ki, onun üçün də bu hadisə yaxşı sonluqla bitib. Sən demə, onun da öz sevdiyi var imiş. Artıq həmin xanımla evlənib. Qısası, valideyn müdaxiləsinin nəticəsini gənclər son anda olsa belə xoşbəxt məzraya dəyişə biliblər.